İnsanın varlığın biologiya tam izah edirmi? Gəlin bu məsələyə dərindən baxaq. Spermatozoid və yumurta hüceyrənin birləşməsi nəticəsində zigot əmələ gəlir. Zigot isə 2 dəfə uzundan sonra isə növbə ilə eninə və uzunluğuna bölünərək çox hüceyrəli rüşeym əmələ gətirir. Rüşeym dövründən sonra döl dövrü gəlir. Beləcə, uşaq mərhələlərlə ana bətnində formalaşır. Bəs ilk insan və ya başlanğıc? Buna cavab olaraq ən çox irəli sürülən fikir Darwinin təkəmmül nəzəriyyəsidir. Əksər müasir alimlər tərəfindən inkar edilən bu nəzəriyyənin əleyhinə bir çox fikirlər var. Darwin təkəmmülü düzdürsə, deməli təkcə insan primatlardan yox, eləcə də digər canlılar mürəkkəbləşərək bir-birindən yaranıb. Məsələn, həlqəvi qurqlardan keçid formu olan trilobitlər, onlardan isə boğumayağılar əmələ gəlib. Bu düzdürsə, niyə indiki həlqəvi qurtlar təkəmmül edib boğumayağılara çevrilmir? Deyə bilərsiniz ki, bu uzun zaman ərzində baş verir. Bəli, elədir. Amma biz təkəmmül zamanı yaranan keçid formalarını, məsələn, trilobitləri görməliyik. Milyon il bundan qabaq təkəmmül etməyə başlamış həlqəvi qurtlar indi müəyyən formaya malik olmalıydilər və biz də bunu görməliydik. Və ya milyon illər qabaq təkəmmül etməyə başlamış balıqlar amfibilərə çevrilərkən yaranan keçid formaları müşahidə etməliydik. Amma biz belə bir şey müşahidə etmirik. Təkəmmül dayandımı? Buna və bir çox başqa dəlillərə əsasən demək olar ki, hər bir canlı fərdi olaraq təkəmmül edir. İnsan insan olaraq, meymunda meymun olaraq. Canlılar bir-birinə çevrilmir. Təkəmmüllər fərqli istiqamətdədir. İnsanın təkəmmülü təfəkkür baxımındadır. 100 il əvvəlki insanla bugünkü insanın təfəkküründə fərq var. Meymunda, eləcə də digər heyvanlarda təkəmmül başqa istiqamətdə gedir. Onlarda mücərrəd təfəkkür yoxdur və olmayan şey inkişaf edə bilməz. Hətta Darwin təkəmmülünün doğru olduğunu düşünsək, yenə də bu Allahın varlığının və Adəmin bizim nəslin ilk insanı olduğunu şübhə altına salmır. İmam Baqir buyurur, siz elə hesab edirsiniz ki, Allah sizdən başqa insan yaratmayıbmı? Xeyr, Allah minlərlə Adəm və minlərlə aləm yaratmışdı. Siz isə həmin Adəmlərin sonuncusunun övladlarısınız. Mənbə Biharul Ənvar. Bu rəvayətlər göstərir ki, bizim bildiyimiz insanlıq tarixi Adəmlə başlasa da, ondan əvvəl də fərqli insan tipli varlıqlar və ya dövrlər olub. Lakin bizim nəslimizin mənşəyi və qanuni atası məhz Quranın zikr etdiyi Adəmdir. Bəs iki insandan bu qədər genetik müxtəliflik yarana bilərmi? İnsan genomu təxminən 3 milyard nukleotiddən ibarətdir. İki insanın genlərindəki kiçik variantlar belə nəsillər keçdikcə inanılmaz sayda fərqli kombinasiya yarada bilər. Cinsi hüceyrələr yaranarkən genlər arasında crossover, yəni yerdəyişmə baş verir. Bu proses hər bir övladın valideynlərindən fərqli bir genetik kart dəstə almasını təmin edir.